Hörmətli qonaqlarımızı Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edirik. Biz indi razılığa gəlməliyik. Kim birinci çıxış edəcək? Əlahəzrət, Cənab Prezident, Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri, əziz dostum Məhəmməd bin Zayed Əl Nəhyan, hörmətli Hakim Komitəsinin üzvləri, əziz qonaqlar, ilk öncə mən Hakimlər Komitəsinə bu mükafata görə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün mükafatı almaq böyük şərəfdir. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisinin adını daşıyır. Mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lideridir. Onun fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini ən əminaman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi və müasirləşmə davam edir. Və bugün Birləşmiş Ərəb Əmirlikləri bir çox ölkələr üçün bir nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərlə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır. Mən həmçinin öz təşəkkürümü Şeyx Həzrətləri Əl-Əzhar Grand Böyük İmama, Professor Əl-Tayyibə və Zat-ı Müqəddəsləri Roma Papasına dinlər arası dialoqun inkişaf etdirdiyinə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm və onlar sivilizasiyaların bir-birinə daha da yaxın etməsi üçün səylər göstərmişlər. Mən həmçinin təşəkkürümü bütün burada bu video müraciətlə çıxış etmiş həmkarlarıma bildirirəm. Çünki onlar sülh ilə Azərbaycan arasındakı o sülh quruculuğuna diqqət yetirmişdir və bu nəinki ölkələrimiz üçün, bütöv region üçün vacibdir. Biz 30 ildən artıq bir müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik. Mən bunu əvvəlcə də söyləmişəm. Bu xüsusi bir hissdir və biz müstəqillik qazandığımız dövrdən etibarən sülh şəraitində heç vaxt yaşamamışıq və biz sürətlə bunu öyrənirik və 6 ay keçir və Vaşinqtonda sammitdən sonra ABŞ prezidenti Donald Trump tərəfindən təşkil olunmuş tədbirdə, o görüşdən etibarən biz artıq əməkdaşlığı qururuq və uzun müddətli bir münaqişəyə son qoyuruq və mən həmçinin Birləşmiş Ştatların prezidentinə Donald Trumpa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. O, 3 tərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan ilə Azərbaycan arasındakı sülh sazişinin paraflanması ilə o başa çatdı və eyni zamanda biz bəyannaməni imza etdik və Prezident Trump da bunu şahid kimi imza atdı və bu da 3 onillikdən artıq çəkmiş münaqişənin sonu mənasını daşıyırdı və bu aylar ərzində biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki nəqliyyat və daşımalar Azərbaycan ərazisi ilə Ermənistanın məhdudiyyətləri aradan qaldırdıq. Eyni zamanda biz digər sahələrdə də işbirliyini genişləndirdik. Bu 6 ay ərzində biz əməkdaşlığa başladıq. Hal-hazırda biz öz ticari münasibətlərimizi artırırıq və mən Ermənistanlı həmkarımla görüşümüz zamanı müzakirə etdik ki, irəliyə doğru necə getməliyik və bir məna olaraq bugün həmin bu tədbirdə mükafatın verilməsi çox hörmətli Hakimlər Komitəsindən və bütün dostlarımızın bizə verdiyi dəstəyə və qiymətə və həvəsləndirməyə görə minnətdaram. Və düşünürəm ki,
Biz bu nümunəni öyrənməliyik və bu da bir hələ də müharibə şəraitində olanlar üçün yol xəritəsi kimi götürülməlidir. Bütün bunlar göstərir ki, sülh mümkündür, baxmayaraq ki, münaqişə uzun çəkə bilər, istirablar, əziyyətlər ola bilər və qarşılıqlı inamsızlıq olduğu halda bu mümkündür. Bu, hər iki tərəfindən bununla bağlı güclü iradə var və dost ölkələr və digər tərəflər buna bir dəstək vermişdir. Və sonuncu bir məqam, Abu Dhabi'də keçirilmiş bu mərasim rəmzi xarakter daşıyır. Çünki bizim Ermənistanla danışıqların son raundu iyul ayında ötən ildə burada Abu Dhabi'də baş tutdu. Elə bir ay qalmış Vaşinqtondakı görüşə əvvəl və biz Şeyx Məhəmməd əziz qardaşımıza təklifinə dəstək olaraq biz gəldik. Bir dəfəlik bu sülh qurulsun və bütün bunun rəmzi xarakteri hər bir yerdə bugün hiss olunur. Mən bir daha öz təşəkkürümü bütün o şəxslərə bildirirəm ki, onlar bu mükafatın, belə bir nüfuzlu mükafatın verilməsi ilə bağlı qərarlar qəbul etdilər və bizi bu işdə həvəsləndirdilər. Çox sağ olun. Sağ olun, çox sağ olun. Hörmətli həmkarlar, zat əlləri, xanımlar və cənablar. İndi isə gördüyümüz bu tədbir əvvəlcə inanılmaz idi. Ermənistan və Azərbaycan bir araya gəliblər ki, nüfuzlu zayid insan qardaşlığı mükafatının qəbul edilməsində iştirak etsinlər. Və bu Ermənistan və Azərbaycan arasındakı sülh quruculuğuna ithaf olunubdur. 40 ildən artıq bu proses baş verirdi və əlbəttə ki, bu Ermənistanla Azərbaycan arasındakı bu prosesi təsəvvür etmək mümkünsüz idi və buna baxmayaraq biz indi inanılmaz bir nailiyyət əldə etdik. Bu səbəbdən 2025-ci ildə sülh bərqərar oldu, indi isə baş verənlər yenə də inanılmaz görünür. Sülh və bu mükafatın verilməsi nəinki onun qeyd edilməsidir. Bu həmçinin onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişəni geridə qoyublar və əgər bu aramızda əməkdaşlıq olmasaydı, onda həm Azərbaycan prezidenti üçün, həm mənim üçün bura gəlmək mənasız idi. Və biz bu tədbiri beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstək bir aktı kimi qəbul edirik. Çünki Hakimlər Komitəsi çox nüfuzlu üzvlərdən ibarət belə bir mühüm qərarı qəbul etdilər. Və mən öz təşəkkürümü və minnətdarlığımı Hakimlər Komitəsinə bildirirəm. Əziz dostlar, sizin qərarlar bir mənalı olaraq sülhü bizim regionda gücləndirəcək. Buna görə çox sağ olun deyirəm. Bu mükafat birgə olaraq Böyük İmam və Roma Papası Zat-ı Müqəddəsləri tərəfindən irəliyə doğru aparılaraq təsis edilmişdir və bu Ermənistanla Azərbaycan arasında sülh quruculuğuna ithaf olunur. Xanımlar və cənablar, əgər inam hər bir işə bağlılıq olanda inanılmaz nailiyyətlər əldə olunur. Düşünürəm ki, sülh çox mühüm bir elementdir. Ermənistan və Azərbaycan anladılar ki, sülh istər-istəməz başlamalıdır. Əgər başlamasa, bunun nəticəsi olmayacaqdır ki, və bununla biz bütün insanların əzab əziyyətlərinə son qoyduq. Zayid İnsan Qardaşlığı mükafatı bugün Ermənistan və Azərbaycan rəhbərlərinə təqdim olunur. Bu, bizim xalqlarımızın əldə etdiyi nailiyyətlərinə verilən qiymətdir. Ermənistan və Azərbaycan artıq addımlar atmışlar və bu həmçinin bizim iradəmizi, gələcəyə yönələn bizim baxışlarımızı göstərir. Bu mükafat hər bir erməni, hər bir Azərbaycanlıya aiddir və mən istərdim ki, bizim xalqlarımız bundan sonra
daha yaxşı anlasın. Keçmişdə, hər bir şey keçmişdə qaldı və biz bundan sonra düşünməliyik ki, dəyişiklikləri edə bilərik və öz xalqlarımız üçün əminaman gələcəyi təmin edə bilərik. Bu istiqamətdə atdığımız addımlar artır, çünki onlar etimada əsaslanır. Münaqişə zamanı bir çox ailələr itkilərlə üzləşdi, bir çox əzab-əziyyətlər oldu. Bəziləri bəlkə də bu tədbiri qəbul etməz, lakin bu əzab-əziyyətlərə sonun qoyulması, bu artıq o deməkdir ki, hər hansı bir qətl halları artıq dayandırılır və bu da həmin ailələrə olan bir hörmətdir. Sülh hər bir kəsə lazımdır. Bu, qarşılıqlı hörməti tələb edən bir haldır. Zat əlləri, xanımlar və cənablar, belə bir mühüm bir münasibəti ilə Zayed İnsan Qardaşlığı mükafatının təltif olunması mərasimində mən xüsusi təşəkkürümü Birləşmiş Ştatların prezidenti Donald Trumpa bildirmək istəyirəm. Çünki o, sülh sazişinin əldə olunmasına öz töhfəsini verdi və onun məhz səyləri ilə Ermənistanla Azərbaycan arasında sülh qurulmağa başlanıldı. Və əlbəttə ki, bu dəfə də bu verilən mükafata da biz minnətdarıq. Mən sizə xüsusi təşəkkürümü bildirirəm. Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə bildirirəm və biz bilirik ki, belə bir nüfuzlu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adını daşıyır. Təşəkkür edirəm. ...2026-cı il üzrə Zayed İnsan Qardaşlığı mükafatının laureatlarını Azərbaycan prezidenti cənab İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edək. We now invite His Highness Sheikh Abdullah bin Zayed Al Nahyan, Minister of Foreign Affairs İndi isə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirini səhnəyə dəvət edirik. Həmçinin Hakimlər Komitəsinin üzvlərini səhnəyə dəvət edirik. Birgə fotosessiya üçün üzvlər dəvət olunur.